Sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda Qlobal Info.az AB Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözləyirik. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ancaq gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə ara bir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.